Salam olsun benim sevgili milletime. Əzizlərim, sizlere bugün mən Ulu Borsalımın ağır ellerinden biri olan Darvaz elinin ağsaqqalı, Borsalımızın fəxri, görkəmli elm xadimi, böyük alimimiz Mədət müəllimin 85 illik yubileyinə Azərbaycanımın şairə qızı Məlahət xanım Quliyevanın həsr etdiyi şeiri sizinlə paylaşıram mənim əzizlərim. 85 yaşıdır böyük alimin, mübarəkdir deyək xoş qədəmlərin, fəxrisən, qürurusan böyük bir elin, ad günün mübarək Mədət müəllim. Sağlam ömür versin ulu yaradan, ağrısız, acısız, xoşbəxt, firavan, sağlam canı olsun her zaman cavan, herkes ilham alsın böyük atadan. 100 il yaşasın o sağlam gümrah, açılsın üzüne her gün hoş sabah, görmesin hayatta bir nale bir ah, atasız yaşamak azaptı vallah. Sen koru atanı ey büyük Allah, ben sana sığınıp apardım fena, yalvarıram sana her akşam sabah, ata yaşasın çok sağlam gümrah. Təbrik edirəm mən onun ad günün, çok yaşa ay ata başına dönüm, sensiz olmasın benim bir günüm, gözümün nuru sensen bil ömrüm. Biz de təbrik edirik böyük alimimizi. 100 yaşa Mədət müəllim.